Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Bugün Marneuli Bələdiyyəsi merinin müavini Zura Panganinin rəhbərliyi ilə işgüzar görüş keçirilib. Mer müavini xidmət nümayəndələrinin hesabatını dinləyib. İnzibati xidmətin rəhbəri Mamuka Şubididze qeyd edib ki, meriyanın vətəndaşlara xidmət departamentinə gün ərzində vətəndaşlardan 450-yə qədər yazılı müraciət daxil olur. Həmçinin 230 elektron məktuba cavab verilir. Onun sözlərinə görə bələdiyyədə aparılan işlərin işıqlandırılması, yeniliklərin vətəndaşlara çatdırılması çox vacibdir. Zura Pangani həmçinin Subta Marneuli, Sobçıqali və digər xidmətlərin nümayəndələrin hesabatlarını dinləyib. Subta Marneulinin direktorunun sözlərinə görə bu il Marneulidə sosial cəhətdən həssas 51 ailənin ümumilikdə 21 hektardan çox torpaq sahəsi şumlanıb. 200-dən çox ailəyə odun yanacağı verilib. Görüşün sonunda Zura Pangani əməkdaşlara göstərdikləri xidmətə görə təşəkkürünü bildirib. Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov və meriyanın rəsmiləri Marneulidən olan veteran cüdoçular və hazırki uğurlu idmançı Kote Kapanadze ilə görüşüblər. May ayında Marneuli cüdoçularının iştirak edəcəyi veteran cüdo üzrə Avropa çempionatına xüsusi diqqət yetirilib. Görüşdə idmançılara Gürcüstan idmanına verdikləri töhfələrə görə təşəkkürlər edilib. Onlara dəstək bir daha vurğulanıb. İdmançıların təcrübə və nailiyyətlərinin yeni nəsil idmançılar üçün mühüm əhəmiyyət kəsb edildiyi bildirilib. Gürcüstanın Müdafiə Nazirliyi NATO Gürcüstan 2025 təliminə ev sahibliyi edir. Təlim Qırcanisdəki birgə hərbi mərkəzdə rəsmi olaraq açılıb. Müdafiə Nazirinin müavini Georgi Liluaşvili, Müdafiə Qüvvələri Komandanının müavini General-Mayor Zaza Çıxayidze və NATO-nun hərbi əlaqələr üzrə zabiti Polkovnik Berrat Telli təlimdə iştirak edən gürcü və xarici hərbiçiləri təlimin başlanması münasibəti ilə təbrik ediblər. Çıxışlarda təlimin əhəmiyyətindən danışılıb. İştirakçılara icra prosesində uğurlar arzulayıblar. Deməli, polis Qoridə baş verən qətl hadisəsi və yaralanma hadisəsi ilə bağlı bir nəfəri həbs edib. Keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Şida Kartli polis idarəsinin əməkdaşları ağırlaşdırıcı şəraitdə 2 və ya daha çox şəxsə qarşı qəsdən adam öldürməyə cəhddə təqsirli bilərək 1975-ci il təvəllüdlü şəxsi yaxalayıblar. Onlar vətəndaşı isti izlərlə həbs ediblər. Cinayət 20 ilə qədər azadlıqdan məhrum etməyini və ya ömürlük həbsi nəzərdə tutur. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində Qoridə ata və oğlu 2 nəfəri güllələyib. Nəticədə aldıqları xəsarətlər nəticəsində 1993-cü il təvəllüdlü gənc yerindəcə ölüb. 1970-ci il təvəllüdlü vətəndaş isə bir neçə yara alaraq tibb müəssisəsinə yerləşdirilib. Həyata keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə hadisə yerində saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 1909-cu maddəsinin L bəndi ilə araşdırma aparılır. Xəbərlər informasiya proqramı sona çatdı. Hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.